Bax, bu Şəmkir İdman Olimpiya kompleksinin meydançasıdır. Güya ot örtüydü, amma fikir verirsiniz bu bataqlığı, yəni bostanı xatırladır. Pomidor xiyar bostanını xatırladır. Sanki burada nəsə əkiblər. Amma halbuki burada Peşəkar Liqanın yarışlarının oyunları keçirilir. Şəmkir Futbol Klubu burada oyunları qəbul edir. Və belə bir stadionda AFFA'nın yarış keçirilməsinə icazə verməsi həqiqətən də başa düşülən deyil. Baxın, yəni belə bir meydançada futbolçu bilmir, butsu geyinsin ayağına, ya qaloş geyinsin, ya sapok geyinsin. Çox üzr istəyirik. Yəni belə bir meydançada futbol oynanılmaz. Yəni oynanılsa belə bu futbol olmaz. Adına futbol deyilməz bunun. Yəni, çox acınacaqlı bir vəziyyətdir. Bu stadion ötən ildən belədir. Ötən ildən bütün klublar bu stadiondan şikayət edir. Amma heç bir tədbir görünmür. Bəlkə də nəsə eləyiblər, eləməyə cəhd eləyiblər. Amma çox keyfiyyətsiz eləyiblər və nəticəsi də ki yoxdur. Gördüyünüz kimi stadion bu vəziyyətdədir.